Hörmətli deputatlar, bugün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının ilk iclası keçirilir. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. İclasın gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi və cari məsələlər daxil edilib. Gündəlik təsdiq olunandan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı səsə qoyularaq qəbul edilib. Sonra iclasda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Vaşinqton səfəri, dövlət suverenliyi günü və 27 sentyabr anım gününün 5 illiyi ilə bağlı Ali Məclis sədrinin müavini Arzu Abdullayev, İqtisadi Siyasət Komitəsinin sədri Emin Şıxəliyev və deputat Təbriz Zeynalov çıxış ediblər. Bununla da Ali Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.